Salam uşaqlar, bəzi testlərin izahını vermək istəyirəm sizə. Kimya formulları üzrə hesablamalar. Baxırıq ki, baxın burada birinci testdə natrium 2 karbon 3 birləşməsində uyğun olaraq element atomlarının sayı nisbətini istəyir bizdən. Atomların sayı nisbəti 2, 1, 3'dür burada. 2, 1, 3 A variantıdır. Bunlar sadə testlərdir və bayaq sizə izah elədim. Ona görə də izah olunmamış testlər daha çox üstündə duracağıq. Sadəcə bunlarda deyirəm ki, kim başa düşmədisə, bayaqki izahatdan təkrar qulaq asa bilər. İkinci test onun kimidir. Üçüncü testdə də indekslərin cəmini soruşur bizdən. İndekslərdə üçüncü testdə H2SO4-də 2, 1, 4. Deməli, 2, 1 və 4. İndekslər, onlar da cəmləyəndə deməli 7 edir. Və keçdik 5-ci testdə NO2-nin nisbi molekul kütləsini istəyir bizdən. Nisbi molekul kütləsini hesablamaqda bildiyimiz kimi N14'dür, plus oksigen 16 vur 2, 32 və burada cəmləyirik eləyir 46. Həmçinin 6-cı testdə eynən bunun kimidir. 7-ci test isə hidrogenin oksigende yanmasından gedir söhbət. Hidrogenin oksigende yanması H2 plus O2. Alınır H2O. Əmsallaşdırırıq. Oksigen 1 dənə, burada 2 dənə, ona görə bura 2 yazırıq. Hidrogen 4 olduğuna burada bir 2 yazırıq. 16 qram hidrogen. Burada yazıram 16 qram. Burada yazıram 2 vur 2, yəni 4. Neçə qram su alınır? X qram. Buradan da yazıram 2 vur suyun əməri 18. Və tənasübümüz oldu bu. 16'ya qarşı X, 4'e qarşı 36. Və buradan bunu hesablayacağıq. Eynən 8 və 9-cu testlərdə bunun kimidir. 10-cu test nitrat turşunun bir molekulunda cəmi neçə atom var? Nitrat turşunun formulu HNO3'dür. 1, 1 və 3 eləyəcək 5 atom var. Cavab olacaq 5. Sonra 11-ci testə baxaq. 11-ci testdə demək kalsium, kükürt və oksigenin kütlə nisbətləri uyğun olaraq 5, 4, 6 kimi verilir. 5, 4 və 6. Burada bizdən formulunu istəyir. Formulunu tapmaq üçün hərəsini öz ayrını bölürəm. Bunu 40'a bölürəm, bunu 32'ye bölürəm, bunu isə, oksigeni isə 16'ya bölürəm. Və bunları ixtisar eləyəndə bu qalır 8'də 1, 8'də 1 və 8'də 3. Hər birini 8'e vuranda qalır 1, 1 və 3. Kəsirdən çıxardanda, yəni hər birini 8'e vuranda qalır 1, 1 və 3. Olur. Deməli, kalsium SO3, 1, 1 və 3. Belə olacaq. 12-ci test eynən bunun kimi. 12-ci testdə də azot və oksigendir. Azot, oksigen. 7, 12. 7'ni bölürüm azotun ayırına, 14'e və oksigenin də verilmiş kütləsini bölürəm öz ayırına. Bu şəkildə ixtisar eləsək qalır burada 2'də 1. Burada ixtisar eləsək 4'də qalacaq 4'də 3. Kəsirdən çıxarmaq üçün hər ikisini 4'ə vursaq, burada qalacaq 2. Burada qalacaq 3. Yəni 2, 3 olacaq bu variant. Həmçinin 13-cü sualda kalsium X2 birləşməsinin 10 qram birləşməsinə 10 qram kalsium olduğunu bilərək X-in nisbi atom kütləsini müəyyən edin. Deməli 50 qram kalsium X2. Burada 50 qram ümumi birləşmənin kütləsi 10 qram kalsiumdur. 10 qram. Bütöv birləşmənin kütləsi 50 qramdır və bütöv kütləsini də altından yazırıq. 40 plus 2x. 40 plus 2x buradan yazırıq. 10 qram nə var deyir? Kalsium var. Kalsiumumuz da burada 40'dır da. Ona görə buradan 40 yazırıq. Və buradan tənasibi hesablayırıq. Və buradan x-i tapırıq. Deməli 50'ye qarşı 10. 40 plus 2x'e qarşı 40. Tənasibi həll edəcəyik. Oradan cavabı tapacağıq. Belə. Sonra 14-cü suala baxırıq. Kükürt dioksit. Kükürt dioksit SO2 deməkdir. Kükürdün kütlə payına. Kükürdün kütlə payı omega bərabərdir.
Kükürdün kütləsi burada 32'dir. Bölürük bunu emirə. Yəni 32 plus 16 vur 2, 32. 2 vur 100. Yəni ayır vur indeks böl emir. Vur 100%. Bu düstura əsas. Sonra keçirik. Baxaq 15-ci testdən. 15, 16 və 17 eyni tipdədir. Burada nə istəyir bizdən? Kütlə nisbətini istəyir bizdən. Kütlə nisbəti nə deməkdir? Baxın, hidrogen burada 1 vur 2, yəni 2'dir. Kükürt isə 32. Bunları ixtisar eləyəndə qalır 1'in 16'ya nisbəti. Düz veribdir. Burada hidrogen 1 vur 2, yəni 2, 16, oksigen isə 16. 1'in 8'e nisbəti. Burada 12, 16. İxtisar eləyirik. 4'ü ixtisar eləsək, 3'ün 4'ə nisbəti. Amma burada isə 3'ün 2'yə nisbətidir. Deməli, bizdən səhv istəyir, göstərilməyib. Ona görə də variant olur C. Həmçinin 16 və 17 də eynən bunun kimidir. 16 və 17 bunun kimidir. Sonra 18'də deyir ki, karbonun yanmasına 24 qram oksigen sərf olunduqda neçə mol CO2 əmələ gəlir? Karbonun yanmasına, karbon deməli budur, yanmaq oksigenlə reaksiya deməkdir. Karbon O2 alınır. 24 qram. Yox. Karbonun yanmasına 24 qram oksigen sərf olunur. Neçə mol CO2 əmələ gəlir? Neçə mol? Molun altından təbii ki 1 yazırıq. Qramın da altından 32 yazırıq. Belə buradan X-i hesablayırıq. Sonra kükürtlə reaksiyaya 19-cu suala baxırıq ki, kükürtlə reaksiyaya 224 qram dəmir daxil olmuşdur. Neçə mol dəmir əmələ gəlir? Deməli, 224 qram dəmir reaksiya gedib. Neçə mol dəmir X mol. Deməli, dəmirin emiri ayrı 56'dır. X molun da altından təbii ki əmsalı yazacağıq. Bu da 1'dir. Yəni 224'ə qarşı X, 56'ya qarşı 1. Buradan tənasibi həll edəcəyik. Sonra 20-ci sualda bir atomun karbon 12 izotopunun kütləsinin 3'də 4 hissəsinə bərabər olan elementi müəyyən edin. Təbii ki, burada karbonun 12'sini 3'də 4'ə vuracaq. Cavab tapmaqdan ötürü 4 vur 4 edəcək 16. Həmçinin 21'də eyni bu sualdan. 22-ci sualda deyir ki, X və Y elementlərindən ibarət birləşmədə Y atomunun sayının X atomunun sayına nisbəti. Baxın, Y-in sayının X-in sayına nisbəti 1/5'dir. Burada təbii ki, baxırıq ki, Y-in sayının X-in sayına nisbəti 1/5 olan 3/2. Yəni, burada olur 1/5. Buna görə də variant D. Həmçinin 23 də eyni sualdandır. Sonra 24. 24'də bildiyimiz kimi protium, deuterium, tritium nə deməkdir? Protium hidrogenin 1,1 izotopudur. 1,2 izotopu deuteriumdur. 1,3 izotopu isə tritium. Burada baxırıq ki, X2O 18'e bərabərdir. Yəni, 2X plus 16 bərabərdir 18'e. Buradan X bərabərdir 1'ə. Demək, bu protiumdur. Sonra 2Y plus 16 bərabərdir 20'yə. Y bərabərdir 2'yə. Bu eləyir deuterium. Burada isə 3Z plus 16 bərabərdir 22'yə. Bu da eləyir Z bərabərdir 3. Bu da eləyəcək təbii ki tritium. Və həmçinin 25-ci sualda eynən bundan. Sonra 26-cı suala baxaq. Hansı hallarda hidrogen atomlarının sayı bərabərdir? Və 2'ni vururam burada 4'ə, eləyəcək 8. Burada 1'i vururam 6'ya, eləyəcək 6. Burada 2'ni vururam 3'ə, eləyəcək 6. 1'i vururam 10'a, eləyəcək 10. Bərabərdir təbii ki. Burada 6'ya bərabərdir. İkisində də 2 və 3'də. Sonra 27-ci suala baxaq. Deməli, X2, Y3 verilib bizə. X2, Y3. Burada Y 48%. Y 48% isə təbii ki X burada
100'dən çıxacaq, eləyəcək 52%. Və y-in ayırını verib 32. 32'ni vururuq 3'ə. 3 vur 32. X ise 2 vur x. Bilmirik x'i. Vəssalam, buradan bu tənasibi tapacağıq. Təbii ki, kütlə payının düsturunda da yerini qoymaq olar. Sizə necə rahatdır, elə edin. 28 də eynən bunun kimi. 29'a baxaq. Deməli, burada bildiğimiz kimi sağ tərəfdə x 2 dənədirsə, burada da 2 dənə olacaq. Və y 2 dənədirsə, burada da 2 dənə olacaq. Ona görə m bildik ki 2'dir. Getirib burada qoyuruq yerinə. X burada oldu 6 dənə. Və bunun içinə baxırıq. Əmsalı 2'dir. Və içərisindədən ibarətdir. Bunun x-dan və z-dən. Cavabda x və z axtarırıq. Yəni t-nin əvəzinə x və z axtarırıq. X-imiz 6 dənədir. Bura 3 yazsaq düzəlir. Z-imiz 2 dənədir. Heç nə yazmağa ehtiyac yox. Və x3 z olur. A variantı. Və 30 eynən bunun kimidir. Keçirik 31'ə. Hansı birləşmədə oksigenin kütlə payı 50%-dir? 50% yarı-bayarı deməkdir də uşaqlar. Yarı-bayarı. Və A variantından başlayaq. Kükürt 32'dir. Oksigen də 16 vur 2 eləyəcək 32. Yəni yarı-bayarı buradadır. Heç başqa variantlara baxmağa ehtiyac yoxdur. Yarı-bayarı deməkdir 50%, 32 böl 32. Yəni 32, 32, 50% burada. Belə. Sonra 32'de deyir ki, kükürt trioksidi kükürdün kütlə payı. Trioksid SO3 deməkdir. Kükürdün kütlə payı necə hesablayaq? Kükürt 32'dir. Bölürük 32 plus 48. 32 plus 48 vur 100. Yəni faizini bu cür hesablayırıq. Aha. Sonra 34'e baxırıq. 34 eynən bu tipdə bayaq birinə baxdıq. Kalsium idi onda. Təkrar baxaq. R2O5. Uşaqlar burada R2O5 14 onda 2'dirsə əgər deməli burada 8 qram oksigen var. Yəni 14 onda 2'nin 14 onda 2'nin belə bölsək 8'i oksigenə aiddirsə yerdə qalan 14 onda 2'dən 8 çıxanda nə qalır? 6 onda 2 qalır. Səhv eləməmizə. 6 onda 2. Aha. Bu da qalır erin payına. Və baxırıq ki, oksigen burada 5 dənədir. Yəni oksigenin altından yazırıq 5 vur 16. Və er də burada 2 dənədir. Bunun da altından yazırıq 2 er. Yəni 2x da yaza bilərik. Yəni tənasibimiz belə olur. 6 tam onda 2'ye qarşı 8. 2 yerə qarşı da 6 tam onda 2. 2 yerə qarşı da deməli 5 vur. 16, 80. Belə. Və buradan tapırıq ki 62 böləndə r bərabərdir 31. 1,31 tapın, RH3 istəyir. Yəni 31 plus 3. Eləyəcək 34. Və cavabı tapırıq, eləyəcək 34. Belə. Sonra 35 tipli və 36 tipli həll elədiyi yollara baxmırıq, 37'yə baxaq. Demək, birinci birləşmənin formulu x, y, 2'dir. Bu x, y, 2'dir. İkinci və üçüncü birləşməni istəyir. Bunlar da x-dən, y-dən ibarətdir təbii ki. İndi baxaq görə indekslər neçədir? Burada x-in indeksi 1'dir. Yəni x-imiz burada bu nöqtəyə uyğun 1'dir. Yəni x özü 1 dənədir və 1 dənə olanda 7'dir. Deməli 14 olanda 2 dənə olacaq. 21 olanda 3 dənə olacaq. İndi keçdik y-imizə. Y 8'dir və hamısında 8'dir. Yəni 8'dir, 2 dənədir və 8'dir. Hamısında 2 dənədir və 8'dir. Və 8 hamısına aiddir burada. Ona görə burada 2 yazıram, burada 2 yazıram. Demək, bu x, y, 2'dir, bunu bildik. Bu x2, y2'dir. İndekslərini ixtisar edirsə x, y qalır. Bu isə x3, y2. Və beləcə x3, y2. Bu olur. Üçüncü. Bu birisi ise olur x, y.
Belə, B variantı. Sonra eynən 38 də onun kimidir. 38-də arxada variantı səhv verib. Ona görə cavabı tapanda təəccüblənməyin. 39 40 sadədir. 41-ə baxaq. Deməli, H xloro, belə yazaq. H xlor O. H xlor O2, H xlor O3 və H xlor O4. Nə artır deyir? Turşunun 1 molunda olan xlorun kütləsi. Baxın, turşunun 1 molunda olan xlorun kütləsi, bu 1 molunda bir dənə xlor var. Bir dənə xlor, bir dənə xlor, bir dənə xlor. Yəni 35,5. Dəyişmir bu. İkinci, oksigenin kütlə payı. Aha, kütlə payının düsturuna baxaq. Omega bərabərdir AR Wood Index böl emir. Bu 100%. Oksigenin kütlə payı. Baxın uşaqlar, hər şey sabit qala-qala. Hidrogen sabit, flor sabit, artan isə oksigendir. Oksigen burada artırsa, hər şey sabit qala-qala oksigen artırsa, təbii ki, oksigenin kütlə payı artır. Yəni, bu birləşmələrdə oksigenin kütləcə faizi artır təbii ki. Buna görə buna plus qoyur. Amma hidrogenin kütlə payı deyir, hidrogen sabit qala-qala emir artır. Baxın, hidrogen sabit qalır, emir artır. Məxrəc artdıqca kütlə payı azalır. Ona görə də bu da səhv olacaq. Amma 42-də deyir ki, azalan nədir? Baxın, burada turşunun 1 molunda olan xlorun kütləsi deyir ki, sabitdir. Hərəsində bir dənə xlor var. Kütləsi sabitdir. Kütlə ilə kütlə payı təbii ki, eynidir. Kütlə, xlorun kütləsi 35,5, 35,5, 35,5, 35,5 kütləsi. Amma bir də var kütlə payı. Kütlə payı isə nə deməkdir? Bax, bu faizi. Hidrogenin kütlə payı təbii ki, burada azalır. Çünki hər şey sabit qala-qala. Hidrogen sabit qala-qala emir artırsa, sürət sabit qala-qala məxrəc artırsa, təbii ki, burada kütlə payı azalacaq. Amma oksigen kütlə payı artır, çünki oksigenin kütləsi burada artdığına görə ümumi kütlədə oksigenin faizi artacaq. Belə, deməli, belə çıxdı ki, 41-də artan nədir deyirsə, oksigenin kütlə payı, azalan nədirsə, hidrogenin kütlə payı. Belə. Sonra 43-də kütlə payına uyğun olaraq formulun tapılmasıdır. Karbonun kütlə payı 75% olan karbohidrogenin sadə formulunu müəyyən edir. Karbonun kütlə payı 75-dirsə, faizdir. Demək, onda 100-dən çıxanda qalır 25-də nəyə qalır? Hidrogenə. Bunları ixtisar eləsək əvvəlcə, qalır 25-i ixtisar eləsək, qalır 3-ün 1-ə nisbət. Deməli, bu karbona aiddir. Bunu karbonun ayrına bölürəm. Bu hidrogenə aiddir. Bunu da hidrogenin ayrına bölürəm. Yəni, biz tapdığımız bu kiçik rəqəmlərdən istifadə edək ki, daha rahat olsun. İxtisar eləyəndə bu qalır 4-də 1. Bu isə 1-dir. Kəsirdən çıxmaq üçün hər ikisini 4-ə vururuq. Burada qalır 1, burada qalır 4. Yəni, bu variant olacaq. 44 eynən bunun kimidir. Eynən bu tipdədir. Amma yenə də baxaq, azotun oksidinin 1,1 qramında. Deməli, baxın, azotun oksidinin 1,1 qramında. 0,4 oksigen var. 0,4. Deməli, 1,1-dən 0,4 çıxanda nə qalır? 0,7 qalır. 0,7 də aiddir azota. Hərəsinin öz ayrına bölürəm. Azotun ayrı 14, oksigenin ayrı təbii ki 16. Və bunları ixtisar edək. Əvvəl bu vergülləri silək, ixtisar edək. Deməli, birincidə qalır burada. Qalır 2-də 1, burada qalır 4-də 1. Kəsirdən çıxardanda hər ikisini 4-ə vururuq. Burada qalır 2, burada qalır 1. Yəni, 2-nin 1-ə nisbəti. Şimdi baxaq 45-ci suala. 45-ci sualda baxın, x burada 3 dənədir və 21-ə bərabərdir. Yəni, 3x bərabərdir 21-dirsə, x bərabərdir 7. Bunu tapdıq. Burada y 8-ə bərabərdir və 4 dənədir. 4y bərabərdir 8, y bərabərdir 2. Aha, bunu getirib burada yerinə qoyaq. İndi x-lə y-in nisbətini istəyir. X-imiz 2 dənədir. Yəni, 2-ni vururuq 7-yə, eləyir 14.
Y-imiz isə 3 dənədir. 3'ü vururuq 2 edir 6. Və ixtisar eləyəndə 7-nin 3'ə nisbəti. Və olur variant D variantı. Həmçinin 46 da bunun kimidir. 46-cı sual da bunun kimidir. 47-ci sual da kütlə payına aiddir. Həmçinin 48-ci sual. Amma bunlara yenə də baxaq. Demək, burada mis x birləşməsində kükürdün kütlə payını verib ki, 20%. Mis x-də kükürdün kütlə payı 20%-dirsə, deməli, mis burada kütlə payı olacaq 80%. Kükürd 32-dir. Mis isə x vur 64. Belə. Buradan x-i tapırıq. X-i hesablayaq buradan. Deməli, buradan ixtisar eləsək. Deməli, x bərabərdir 2 edir. X bərabərdir 2. Belə. Və həmçinin 48-ci sual eynən bunun kimidir. 49-cu suala baxaq. 49-cu sualda reaksiyaya tam daxil olan maddələr. Deməli, YO3 ilə XOH reaksiya gedir. Və reaksiya məhsulları da alınır X2, YO4 plus H2O. Belə, M qram bundan YO3-dən götürülüb, M qram da XOH-dan. Və alınıb 28,4 qram X2, YO4 və 3,6 qram su. Burada məsələ nədir? Maddə kütləsinin saxlanma qanununa görə reaksiya daxil olan maddələrin kütlələri cəmi reaksiyadan alınan maddələrin kütlələri cəminə həmişə bərabərdir. Yəni, belə çıxır ki, M ilə M-i toplayanda 2M bərabərdir. 28,4-dən 3,6. 8,4-dən 3,6 toplanır. Burada olacaq 12, 32. 32. Burada onda M bərabər olacaq 16-ya. M-i 16 tapdıqsa, digər yazıları silək, bizə mane olmasın. M tapdıq 16. Bunun əvəzinə yazırıq 16. Və bizdən nə istəyir? Bunların emirlərini istəyir. Buraya yazıram Y, buraya yazıram X. Bunların emirini istəyir. Və suyumuzda 3,6-dır. Həmişə belə testlərdə hansının emiri məlumdursa ondan hesablayırıq. Məsələn, bununla hesablama aparsaq 28,4 bunun altına nə yazacaq? Ona görə də suyun hesablama aparırıq. Belə testlərdə adətən su ilə hesablama aparırıq. Deməli, buradan x-i tapırıq. X bərabərdir. Amma burada nəzərə alaq ki, burada x 2-dən, buraya 2 qoyacaq. 2x. Deməli, x bərabər olacaq. Deməli, 8 ixtisar edəndə 6, 180-də də 6-ya böləndə beləcək 30. Belə. Və həmçinin 30 səhv hesabladım deyəsən. Deyəcək. 16 tapdıq x-i yazdıq yerinə. Aha. Deməli, burada 3,6 suyu 3,6 tapmışıq. Və suyun əmsalı varmı baxaq. 4 dənə oksigen burada. 5 dənə oksigen. Düzdür. Aha, indi vergülü silsək, bura bir sıfır atacaq. İxtisar eləsək, burada qalır 80. Aha, deməli, bunlar ixtisar eləsək, burada 2 qalır. X da bərabərdir 40. X 40 tapdıq. X-i tapdıq 40. Yəni, XOH-ın emiri. Tapdıq 40. İndi Y-i hesablayaq. Ya D-də ya Y-də. İndi Y-i hesablayaq. Deməli, bu cür hesablama aparacaq. Buradan Y bərabərdir. Vergülü silsək. Bura bir sıfır atacaq. Bunlar ixtisar eləyəndə 2. O da eləyəcək 80. Yəni, variant Y variantı. Belə. Sonra 50-ci test eynən bu cür özünüz həll edərsiniz. İndi baxaq 51-ci testə. 51-ci testdə deməli,
X və Y-dən ibarət 3 birləşmədə X-in kütləsinin Y-in kütləsinə asılı qrafiki verilmişdir. Birləşmələrdə X-in kütlə payının azalma sırası müəyyən edir. X-in kütlə payı. Baxın, X-in kütlə payını istəyir bizdən. Yəni, X-in kütlə payı 7-dir X-in kütləsi. Bölürəm 9-a. Burada 7-dir X-in kütləsi. Bölürəm 10. Burada 21-dir X-in kütləsi. Bölürəm 29-a. Şimdi baxıram ki, burada surət 7-dir, burada da surət 7-dir, burada isə 21-dir. Hər birinin surətin 21-i gətirə bilərik. Bunu 3-ə vururuq, bunu da 3-ə vururuq. Deməli, 27 eləyəcək burada. Deməli, burada 7-ni 3-ə vururuq, 21, onu 3-ə vururuq, 30. Burada isə elə 21 böl 29. Şimdi baxıram ki, X-in kütlə payının azalma sırasını deyir. Hansının məxrəci böyüksə o azdır. Yəni, ikinciyi azdır. Ən axırda bu duracaq. Sonra üçüncü, ondan əvvəl, sonra birinci. Azalma sırası dediyinə görə belə düşürük. Bu şəkildə. Bu oldu 51-ci test. Sonra 52-ci testə baxaq. 52-ci testə baxaq. Burada nə deyir? Başlanğıc maddələr. Başlanğıc maddələr SO2 ilə O2-dir. Bunların reaksiyasından alınır SO3. Və təbii ki də mütləq əmsallaşdırmaq lazımdır. Və baxırıq ki, burada A, B bunların kütləsidir. A 4-dür, tutaq ki, B 3-dür. Belə götürək. Z isə artıq qalan maddənin mol sayı. Necə edirik? Burada mollardır, kütlə deyil, mollardır. Burada 2 yazıram əmsalım, burada isə 1 yazıram. İndi 4-ü 2-yə böləndə eləyir 2, 3-ü 1-ə böləndə eləyir 3. Deməli, artıq qalan burada oksigen. Bu nə qədər artıq qaldığını hesablayaq. Artıq qaldığını belə tapırıq, artıq qalan. Üstə veriləni bölürük əmsalına və hansı böyükdürsə o artıq qalır. Nə qədər artıq qaldığını necə tapırıq? Artıq qalan üstünə X yazırıq. X bərabərdir 2. Bu sərf olunan, tənasübdən tapdığımız həmişə sərf olunur. Bizə verilmişdi 3, sərf olundu 2-si. 3-dən 2-sini çıxırıq, eləyir 1. Yəni, artıq qaldı oksigen və nə qədər artıq qaldı? 1 mol. Amma burada deyir, SO2 artıq qaldı. Demək, bu səhvdir. Və digərlərini də bu şəkildə həll edəcəyik.